Salam dəyərli izləyicilər, İsmayıllı rayonunun ərazisindən yenə də təqdimatlarımız davam edir. Hal-hazırda Günəşli qəsəbəsindəyik. Belə 4 sot torpağın içində 2 mərtəbəli, ümumi sahəsi 210 kvadrat metr olan bir evi təqdim edəcəyik sizə. Evin 90% işi görülüb qutarıb, evdə xırda işlər qalıb, onlar da hamısını videonun sonuna qədər izləsəz görəcəksiniz. Bu gördüyünüz həyətidir. Sağı solu qonşulardır, dəmir hasara alınıb. Həyətin təqdimatını yekunlaşdırıb, sonra istəyərdim sizə evin içini göstərim. Gəlin, mən arxamca. Bu da arxa hissəsidir. Yəni, biraz balaca görünə bilər. Buranı da belə böyük bir hin düzəldiblər, hazırlayıblar. Və salam. Gedək təqdimatımızı evin içindən davam elətdirək. Buyurun, buradan keçək. Bu evin giriş qapısı. Evə girən kimi gəlin sizə. Bura ümumi kombi qoyulacaq, kombinin aparatı qoyulacaq və saxlanc yeri kimi də istifadə oluna bilər. Hal-hazırda su isitmək üçün belə bir qaz sobasıdır. Deməli, isti döşəmə sistemi necədir? Bu dəhliz hissəsində, daha sonra sanitar qovşaq hissəsində və mətbəxdə. Burada isti döşəmə sistemidir. Mətbəxdə də bütün yerləri qoyulub hər şeyin. Sadəcə olaraq alan şəxs öz zövqünə görə, öz istəyinə görə təmiri yekunlaşdırsın, yəni kosmetika işini və əşyalarını yerləşdirsin deyə hal-hazırda bu vəziyyətdədir və vitraj pəncərələr birbaşa açılır həyətə. Bunun özü də başqa bir gözəllikdir. Əlavə olaraq da bura ümumi zaldır, qonaq otağı hesab eləyib buranı. Burada da isti döşəmə sistemidir. Lakin aşağıda 2 otaq var. O otaqlara da kombi sistemi çəkilib. Yəni, sistem hazırdır, sadəcə olaraq qalıb ancaq radiatorları ora. Amma onu da ki, yəni belə deyim, alan şəxs tərəfindən özü kombinin aparatını da alacaq və radiatorları da alacaq. Burası isə digər otaqdır. Burada da kombi üçün yer qoyulub. Qalxırıq indi ikinci mərtəbəyə. İkinci mərtəbəyə qalxmamışdan qabaq bura da göstərim sizə. Burada da belə bir balaca saxlanc yeridir. Burada yəni isti poldur. İsti döşəmə daha doğrusu. Qalxırıq yuxarı ikinci mərtəbəyə. Buyurun, gəlin. Gördüyünüz kimi evdə demək olar ki, əsas işlər yekunlaşıb. Burada döşəmənin bir balaca işləri qalıb. Onlar təmizlənməlidir, laklanmalıdır. Burada ikinci mərtəbənin təqdimatını başlayırıq. Bu belə bir sanitar qovşaq və hamam otağı kimi nəzərdə tutulub. Burada da isti döşəmənin sistemi çəkilib. Lakin ümumi zalda və otaqlarda da kombi sistemi olacaq. Bura bir otaq. Yəni, uşaq otağı kimi istifadə eləmək olar. Elə də istifadə eləyirlər. Eləcə də digər otaq. Buradır. Gördüyünüz kimi təmir işlərinə onsuz da xərc çıxacaq. O da ki, zövqümüzə görə eləmək üçün hal-hazırda bu evin sahibi onları yekunlaşdırmır ki, gələn adam öz istəyinə uyğun olaraq divar kağızını seçər və yaxud da divarın rəngini dəyişmək istəyər və yaxud da hər hansısa bir dəyişiklik eləmək istəyər ona görə. Burası isə eyvan hissəsidir.
Belə bir mənzərəli bir yerdir. İndi mən çıxacam kadrdan, siz ancaq mənzərəyə baxacaqsınız. Hər kəsə bol şans. Növbəti videolarda görüşənədək kanala abunə olmağı unutmayın. Dəstəyiniz üçün hər birinizə minnətdarıq. Yeri gəlmişkən, evin ümumi dəyəri də 93.000 manat. Sizi mənzərədən baş-başa buraxıram.